Hazır. Hazır. Mikrofon rahatdır. Evet. Çox ağır deyil. Hələ ki dözürəm. Dəyərli Azərbaycan gəncləri və gəncliyini yaşaya bilməmiş yetkinlər. Yarım qalmış işlər üzrə mütəxəssis Emin Davud ilə yarı cahili izləyirsiniz. Bugünkü qonağım Almaniyada təhsil üzrə mütəxəssis, Unidream şirkətinin CEO-su İsmail Qədimli. Salam İsmail. Salam Emin. Xoş gəlmisən. Xoş gördük. Necəsən? Əla, dəvətin üçün çox sağ ol. Elə bil ki, vokal tutmuşam. Hə, təzə studiyanı bəyəndin? Çox möhtəşəm, Hə. çox yaxşı, kreativ yanaşma. Qəşəng, qəşəng. Daha da kreativ olmaq üçün əlimdən gələni eləyəcəm. İsmail, niyə insanları Almaniyaya göndərməyə bu qədər həvəslisən? Azərbaycanda təhsil yoxdur ki? Azərbaycanda təhsil var və xüsusilə yaxşı orta təhsil var, düşünürəm. Həvəsliyəm deyəndə ki, mən özüm uşaqlıqdan Almaniya həvəsim var idi. Valideynlərim məni 8-ci sinifdə alman dilinə verdilər. Dedilər ki, balam, ingilis dilindən indi heç kimi təəccübləndirə bilməzsən. Və mən başladım alman dili öyrənməyə. Və mənim müəllimlərim çox möhtəşəm müəllimlər idi. Yəni mən alman dilini Schillerin, Goethe'nin mahnılarının şeirlərindən öyrənirdim. O ədəbiyyatla öyrənirdim deyə mənim Almaniya çox böyük həvəsim yarandı, marağım yarandı və istər-istəməz bu prosesə başladıqdan sonra mən gördüm ki, Almaniyada təhsilin çoxlu üstünlükləri var və hal-hazırda hər göndərdiyim tələbədən o qədər pozitiv geri dönüş alıram ki, işimdən zövq alıram və Almaniyaya tələbələr göndərməkdə həvəsliyəm. Almaniyada təhsil niyə pulsuzdur? Yəni dövlət öz insanlarını deyək ki, sevir də lap. Niyə xaricilər də sevir bəs bu qədər? Bunun iki səbəbi var. Fundamental səbəbidir. Ümumiyyətlə mən bu barədə bütün seminarlarımda da danışıram. İlk növbədə bu ölkədəki kadr çatışmamazlığıdır. Çatışmazlığı. Çatışmazlığıdır. Ruski sektorların elədiyi ən məşhur səhvlərdən biri. Hə. Ona görə çatışmır ki, demoqrafik problem var. Yəni insanlar həyata, dünyaya uşaq gətirmək üçün çox da həvəsli deyillər. Karyera üstünlüyü verirlər. Yəni biz ümumiyyətlə Avropa dəyərlərini çox gözəl bilirik. Ortalama bir ailədə 3 uşaq olmalıdır ki, əhali artsın. 2 uşaq olmalıdır ki, əhali stabil qalsın. 2 uşaq olanda belə əhali azalır. Çünki spontan ölümlər olur, planlaşdırılmayan ölümlər olur və s. Planlaşdırılan ölümlər olur. Ona görə 3 uşaq olmalıdır ki, əhali stabil qalsın və artsın. Amma biz hamımız bilirik ki, Avropa dəyərlərində bu yoxdur. Ölkədə kadra ciddi ehtiyac var. Çünki iqtisadiyyat inkişaf eləyir, iş yerləri açılır. Günü bugün Almaniya Avropanın bir nömrəli iqtisadiyyatına malikdir. Xüsusilə Brexitdən sonra İngiltərə Avropa İttifaqından çıxandan sonra bütün yük, iqtisadi yük düşür Almaniyanın üstünə, iş yerləri çoxdur. Yəni nə qədər mühəndis, yəni 10 minlərlə, 100 minlərlə mühəndis, həkim çatışmır Almaniyada. Hələ mən digər ixtisasları demirəm. Mənim məsələn həmişə maraqlı gəlirdi ki, bu diş həkimliyinə falan əsasən daha çox həkimliklə, psixiatri xəstəliklərlə var. Mənim ətrafımda ən azından insanlar belə psixiatristlər. Ya mənim 3 dənə Almaniyada işləyən psixiatrist tanışım var. Yəni bu çox bir şeydir. Mənim 3 dənə Almaniyada işləyən psixiatrist tanışım olmamalıdır yəni. Hər hansı bir insanın Almaniyada işləyən 3 dənə psixiatrist tanışı olmamalıdır məncə bu. Ümumiyyətlə bir insanın nəinki Almaniyada işləyən 3 dənə psixiatrist tanışı olmadı nə olsun. Məsələn, mən elə təxmin eləyirdim və qeybətlər nəticəsində elə eşitmişdim ki, maaş azdır həkimlərə Almaniyada və almanlar o maaşı işləmək istəmirlər deyə xarici ölkələrə gedirlər və ümumiyyətlə o təhsili almırlar. Ona görə də xaricdən gələn həkimlərə ehtiyac olur. Elədirmi? Bəli, bir növ elədir. Maaş azdır deyəndə ki, maaş stabildir. Yəni nə mənada? Yəni sən nə qədər çox çalışsan, çalışmaq istəsən də çalışsan da, sən o qədər çox qazanmaq imkanın çox deyil. Yəni kapitalist o qədər meyilli deyil də Almaniya. Sən Amerikada çalışanda, İngiltərədə çalışanda sənə klinik elə şərtlər verir ki, sən hər pasientə görə pul alırsan və daha çox qazanma ehtimalın var. Stomatoloqlar heç hər yerdə belədir, amma digər həkimlərdə bu aiddir. İkinci səbəb odur ki, həkimlik yolu çətindir. Yəni biz öyrəşmişik uşaqlıqdan ömrü boyu ən çətin yollar bizim taleyimizə düşübdür Azərbaycanlıların, istər həkimlik yolunda, istər digər ixtisaslar üzrə. Yəni biz çox əziyyətli gəlib 40 yaşda başlaymışıq normal gəlir əldə etməkdə. Almanlar bu yolu görürlər. Mən 10 il təhsil niyə alıram? Ondan sonra başqa peşəni seçim. Bu birinci səbəb. İkinci səbəb də ki, yenə deyirəm, kimlər ki də oxuyur, görürlər ki, yəni İngiltərədə də həkimə ehtiyac var, Amerikada da həkimə ehtiyac var. Almaniyada təhsil yüksək olduğuna görə gəlir elə oradan daha çox maaş təklif edir və onu oğurlayır. Və avtomatik olaraq Almaniya məcburdur gedib başqa ölkələrdən gətizdirməyə həkimlər, hansılar ki Almaniya qipt eləyirlər. Almaniyaya tələbə göndərmək ideyası hardan birinci yaranıb səndə? Niyə belə həvəs yaranıb? Ya bir gün yuxudan durdun və dedin ki, mən bu gün Almaniyaya 5 nəfər göndərməsəm yatamayacağam kimi bir şey. Dostlarımla biz çay içirdik.
O dostlar yəqin ki, izləyər bu hissəni. Həzə Aslanovda bir kafe var idi. Qala kimi bir çayxana idi, boş ərazi idi və orada bir dənə çayxana var idi. Belə pilləkənlə qalxırdın, yəni bütün şəhər panoraması görsənirdi. Yəni dayda köhnə kafesi idi. Yəni 10 dənə stol var idi orada. Oturmuşduq və orada oturan dostlar, onlar Türkiyədə təhsil üzrə məşğul idilər, Türkiyə tələbə göndərirdilər. Və söhbət məndən soruşanda ki, bala sən nə işlə məşğulsan? Heç bir işlə Heç məşğul kimi heç yerə göndərmirəm elə. Heç kimə heç yerə göndərmirəm. Nəysə söhbət şu ki, mən alman dili bilirəm hardansa. Bilmirəm o söhbət necə ora gəldi. Bəs alman dili bilirsən, bəs bu işlə məşğul ola bilərsən. İnsanların buna ehtiyacı var. Sən də bunu bilirsənsə, öyrən, məşğul ol. Mən də başladım bu işi öyrənməyə, self research eləməyə başladım. Yəni əvvəl-axır öyrəndim. İlk tələbəmi göndərdim və ondan sonra başa düşdüm ki, bu işlə biznes formatında da məşğul olmaq olar. Deməli il 2018 idi. Mən bir gün yuxudan durdum ki, mən xaricə getmək istəyirəm, xaricə təhsil almaq istəyirəm. Başladım araşdırmağa və bir xarici təhsil şirkəti tapdım. Getdim, onlardan soruşdum ki, mən hara gedə bilərəm, niyə? Bu arada noyabr ayıdır, yəni çox dəxilsiz də bir aydır. Yəni ya sentyabrda getməlisən, ya da fevralda falan gedirsən də, indi ikinci semestrdən başlayasınız. Noyabrda getdim indi həmin adamın yanına, dedim ki, bəs mən hara gedə bilərəm falan. Dedi ki, Polşada falan bir universitet var, nə bu ixtisasdır falandır. Dedim, nə gözəl, tamam dedim, mən sizə geri dönüş eləyəcəm. Getdim evə, özüm girdim universitetə yazdım, hər şeyi təşkil etdim, danışdım, imtahana girdim, keçdim, getdim. Yəni özləri həll elədilər. Yəni oradan da bu ortaya çıxdı ki, o adam, ortadakı adam çox da bir iş görmürdü. Sizdə necədir bəs? Yəni nə iş görürsüz? Tələbə özü niyə başvurmasın da sizin yanınıza gəlsin başvurmağa və sizə bu qədər pul versin? Biz qətiyyən təbliğ eləmirik ki, tələbə özü müraciət eləməsin. Yəni biz gördüyümüz iş, yəni fokus deyil, fantastika deyil, mistika deyil. Yəni və biz qeyri-adi bir şey eləmirik. Yəni bu prosesi tələbə, insan özü də tamamilə sərbəst görə bilər və qəbulunu da alar, vizasını da alar, sağ-salamatı gedib çıxar. Və hətta mən belə deyə bilərəm ki, mənim YouTube-da olan ancaq videolarıma baxsa bir nəfər, bütün videolarıma baxsa, Özü gedər, hə? Özü bu prosesi eləyə bilər sərbəst. Yəni mən bunu təbliğ eləmirəm. Yəni tələbə özü bu prosesi eləyə bilər. Niyə bizə müraciət edirlər, etməlidirlər demirəm, edirlər. Statistika bunu göstərir. Praktika bunu göstərir. Burada bir neçə səbəb var. Ən öndə gedən səbəblərdən biri odur ki, onlar vaxtlarına qənaət edirlər. Yəni biz konsultant olaraq vaxtımıza qənaət edirik. Məsəl üçün dizaynerlə işləyirsən və yaxud da ki, hansısa şirkətə müraciət edirsən ki, sənin üçün bir layihə hazırlatırsın, dərinə getsən onu özün də eləyə bilərsən də. Amma sənin bunda vaxtın gedəcək, nə bilim, bir ay. Dayanmadın, sən oturursan onu dizayn eləyəsən, layihələndirəsən və s. Yəni vaxtı qənaətdir. İkinci səbəb odur ki, bəzi insanlar tənbəldir, plus risk eləmək istəmir. Deyir ki, şirkətə müraciət edeyim. Düzdür, vəziyyət indi bazarda elədir ki, sən bəzi şirkətlərə müraciət eləyəndə elə risk eləmiş olursan. Çoxlu dələduzlar da var bu sahədə. Hansı ki, bu düzdür, ən çox görmüşəm mən bu işçi vizasına başvuran insanlar. Hər şeydə, hər addımda dələduz var. Tələbələrdə də var. Yəni tələbədən tutmuş işçiyə qədər. Ümumiyyətlə məncə bu bizim qanımızdadır, genimizdədir. 30 il əvvəldən başlayaraq bizim əlimiz öyrəşib pul verib işə düzəlməyə, pul verib harasa girməyə, yəni və s. Düzdür? Və adamlar öyrəşiblər deyə artıq başlayırlar unreal şeylərə görə pul verməyə çalışmağa. Yəni o adam deyir ki, hə, məni iş tapacaq, viza düzəldəcək. Və bəzən həll edər ki, mənim orada tanışım var, hər şey narahat olmadı. Qanunla bu mümkün deyil, amma mən həll eləyirəm. Elə şey yoxdur, yəni. Mən dələduzlarda problem görmürəm. Dələduz yaranıb ona görə ki, cəmaət bunu ondan istəyir. Bazar bunu tələb eləyir. Yəni günah görürəm, yəni o heç. Yəni onların bu qədər sayın çox olmaya, mənə o qədər müraciətlər gəlir ki, sən Allah bunu bir dənə elə də, hörmətli eləyəcəm, bunu eləyəcəm, elə eləyəcəm. Qardaş, yəni adamı məcbur eləyirlər ki, sən ona özü istəyir. Yalvarırlar. Məni aldat deyirlər. Məni aldat deyirlər. Niyə deyirəm? İnsanları günahlandırmaq olmaz. Bu dünya görünüşündən irəli gəlir, savadsızlıqdan irəli gəlir və s. və s. Amma da bu qədər də yoxdur. Sənə deyəndə ki, alma ağacda yetişir. Gir gör Google-da yoxla ki, doğrudan alma ağacda yetişir yoxsa yox. Qarpız ağacda yetişir yoxsa yox. Yəni mən bütün tələblərimə, kim ki mənim yanıma gəlir,
Yəni deyirəm ki, qardaş, mən dediklərimi yaz mikrofona, diktofona. Get sonra Google-da bax gör, mən düz demişəm sənə yoxsa yox. Biz insanlara unreal şeylər eləmirik. Biz eləyirik real şeyləri, vaxtlarına qənaət edirik. Hə, bizim təcrübəmiz var. Biz bu yolu daha qısa gedə bilərik. Daha yaxşı proqnoz verə bilərik. Yəni bax keçən il göndərdiyimiz uşaqlar belə elədilər, qəbul aldılar. Bu universitetlərə seçdilər, qəbul aldılar. Və bizim artıq 10 ilə yaxın o qədər çoxlu tələbəm Almaniyada oxuyur, işləyir və s. Böyük bir community yaranıb. Onların hesabına biz daha rahat ev tapırıq. Biz daha rahat tələbənin adaptasiyasına kömək eləyirik. Yəni belə üstünlüklərimiz var. Amma bunlar birinci ildə yox idi. Birinci ildə bir dənə üstünlüyümüz onun vaxtına qənaət idi. 10 ildir məşğulsan artıq. 10 il uzun zamandır. Birinci göndərdiyin adamlar bu dəqiqə işləyir də belə. Birinci göndərdiyim adam indi Bakıda, Azərbaycanda yüksək vəzifədə işləyir. Yüksək vəzifədə işləyir. Ya, bildim. Biraz da Almaniyaya təhsilə göndərdiyin adamın Azərbaycana qayıtmağı biraz gəldi mənə. Niyə? Xoşuma gəldi ha sözün düzü. Çünki özüm də elə olmuşam da, yəni. Hə. Bu arada mən bunu ciddi bir problem kimi görürəm. Yəni Almaniyadakı kadr çatışmazlığı Azərbaycanda da var. Və Azərbaycanda kadr çatışmazlığının səbəbi də insanların doğmaması deyil. İnsanların doğub qaçırtmağıdır burdan. Yəni onlar deyirlər ki, çıx bu ölkədən ki, bu mentalitet var da. Yəni bu ölkədən çıxım hər şey düzələcək, zat. Yəni bu düzəlmir birincisi. Səbəb çoxdur, kompleks səbəblər var. Bir tərəfdən deyirsən ki, kadr çatışmazlığı var, bəli. Digər tərəfdən işsizlik problemi var, bəli. Çünki lazımsız diplomlu adamlar ölkədə var və eyni zamanda onlara uyğun iş yoxdur. İşlər tamamilə başqa sahədədir, başqa sferadadır. Amma orada işçilərdədir də problem. İşverəndə deyir ki, mənə yəni bu işim var, mənə kadr lazımdır. Yəni təkcə məsələn fəhləlikdən söhbət getmir də. Mən sizə deyim ki, yəni həqiqətən Azərbaycanda yəni işçi axtaran adamlar var, amma tapmırlar. Yəni işçi tapmaq çox çətindir. Çünki adam universiteti bitirir, diplomum var deyib özünü müdafiə edir ki, şurada mənə iş verməlisiniz. Bu da biraz Sovet beynində qalıbdı, yəni insanlar ki, yəni dövlət mənə iş verməlidir. Elə bir şey yox. Səbəb çoxdur. Məsəl üçün burada səbəblərdən biri də budur ki, universitetdə keçirilən ixtisaslar və tələbə olaraq ayırdığı yer sayı olaraq, məsəl üçün hüquq fakültəsində Azərbaycanda hal-hazırda oxuyan, hər il qəbul olunan tələbələrin sayına uyğun ölkədə iş yoxdur. Onda sən bunu niyə qəbul edirsən? Yer sayını azalt. Bizdə də instituta girmək ümumiyyətlə ancaq təhsil almaq üçüncü səbəbdir. Əskərlikdir, ayıbdır, cəmaət nə deyər, cehizdir. Sonra təhsil almaqdır. O 5-ci mərhələdə sən başlayırsan ki, hansı ixtisası seçim? Hansı ixtisası seçim? Seçirsən ki, bu prestijlidir hüquq. Barədə sən heç fikirləşirsən ki, bu ilə. Yəni sən ona fürsət yaradırsan ki, bu qədər kadrda olsun da. Yəni bu qədər boş diplomu olan amma iş tapmayan adamlar. Təhsil nazirimiz brifinqlər eləyir. Yəni deyir ki, müəllimlərimiz çoxdur. Niyə? Çünki bazara baxmayıb da fakültələr açırlar da. Bu düzgün deyil axı, yəni bu analiz olunmalıdır. Bax, Almaniyada 20 mindən çox proqram var. Yəni 200-dən çox universitet var. Cəmi 2 ya 3 universitetdə petroleum engineering, neft qaz ixtisası var. Niyə? Çünki yoxdur da qardaş orada neft. Amma bizdə niyə mechanical engineering çoxdur? Maşın biz eləyirik, yəni istehsal edirik. Bizim nə qədər zavodumuz var? Bu arada Azərbaycanda mexanik mühəndisliyi oxumuşam. 2-ci ildə atmışdım. 3-cü ilin əvvəlində mənim əlim hələ heç bir atyorkaya dəyməmişdi və ya mexanika aid bir şey dəyməmişdi və heç bir şərait yox idi həqiqətən yəni universitetdə. Kompleksdir. Yəni bəzən olur ki, bir valideynlə biz konsultasiya gəlir valideyn və uşağın ixtisas seçimində, məsələn, bu arada mən ixtisas seçimində məsləhət görmürəm. Çünki mən düşünürəm ki, ixtisas seçimi kənar adam tərəfindən məsləhət verilməsi bu barədə tam doğru qərar deyil. İlk növbədə ixtisas seçimini adam özü seçməlidir. Bəzi adamlar deyə bilər ki, onun hələ nə fikri var ki, nə təcrübəsi var ki, mütləq mütəxəssisin məsləhəti lazımdır. Mən hələ fikirləşmirəm. Mən fikirləşirəm ki, hər bir uşaq, hər bir məktəbli öz potensialını müəyyənləşdirə bilər. Başlayaraq ən primitiv şeylərdən. Məktəbdə hansı fənlərdən bu uğurludur? Nəyə marağı var? İndi hamı YouTube-dadır, hamı Instagram-dadır, TikTok-da. Nəyə baxır o uşaq? Ona fikir vermək lazımdır. Razıyam səndən, amma bir tərəfdən də razı deyiləm. Nəyə görə razı deyiləm? O uşağın özünü formalaşdırıb ixtisasını seçə bilməyi üçün yönləndirmə valideyn tərəfindən gəlməlidir. Ki valideyn uşağa öyrətməlidir ki, uşaq öz qərarlarını verə biləcək potensialda olsun. Potensialı olur zaten. Sadəcə bunu öyrətməlidir, buna qaz verməlidir. Amma bəzən də verə bilmir. Çünki bəzən valideynin özünün vizyonu olmur. Bəzən yox, çox vaxt olmur bu valideyn vizyonu. Uşaq da ki 11-ci sinifdə də 10-cu sinifdədir.
Yəni valideyn deyir get həkim ol, bu da deyir okey olum, amma nə olur sonunda 4 ilin sonunda, 5 ilin sonunda peşmançılıq içində əlində diplomla qalır ortalıqda. Sonra iş tapa bilmir. Məncə sən kimi peşəkarlar bir növ AI tester kimi bir şey olmalıdır sizin əlinizdə. Ki bax bayaq dediyin şeylər var. Uşaq nəyə baxır, nə edir? Bunu valideyn uşaqdan soruşmur. Sən nəyə baxırsan YouTube-da? Deyir baxma YouTube-a. Uşaq özü də o YouTube-a baxdığı şeyləri dəyərli olduğunu 10 il sonra başa düşəcək. Yəni 11-ci sinifdə olanda başa düşmür. Uşaq futbol videolarına baxır, məsələn, atıram, futbol editlərinə baxır. Valideyn deyir ki, sən nə edirsən? Halbuki adam bəlkə şərhçi olacaq, futbol şərhçisi. Adam bəlkə video editor olacaq. Adam bəlkə futbolçu olacaq. Adam bəlkə hakim olacaq məsələn də, yəni. Məncə eləməlisiniz. Okay, mən öz fikrim davamını gətirim burada. Buyur. Mən dedim ki, ilkin olaraq uşaq özü qərar verməyə çalışmalıdır. Amma valideyn ona öyrətməli və yaxud da ki, onun yerinə seçim eləməli və yaxud ki, manipulyatив olaraq öz istədiyi ixtisası ona yeritməli deyil. Özdə hətta vizyonu qoyaq qırağa. Lap vizyonludur valideyn. Vizyonlu demək, ağıllıdır, savadlıdır. Amma bir çox hallarda yəni valideyn uşağın nəsli ilə eyni nəsildə olmur axı. Yəni ona görə də onun məsləhəti belə səhv ola bilər. Və günü bu gün mən baxmayaraq ki, mən hələ o uşaqlarla işləyirəm, məktəblilərlə də, mən hələ tuta bilmirəm onların nəbzini. Onlar tam başqa adamlardır, tam fərqlidirlər. Və mən düşünürəm ki, valideyn burada şərait yaratmalıdır. Qapıları açmalıdır ki, abala, sən gir bu qapıya, ora get, bura get, ora get. Axırda de görüm nə istəyirsən. Və burada başqa bir problem də var bizdə. Biz çox erkən yaşda ixtisas seçirik. Məcburuq. Heç 11-i qoy qırağa, 9-dan 10-dan uşağı hazırlığa qoymaq lazımdır ki, bu hansı fənlər oxusun ki, dimdə hansı qrupa getsin təqə-dəqədə. Yəni uşaq gəzmək istəyir, oynamaq istəyir, nə tıqqıdıqı, nə deyim, heç nə olmaq istəmirəm mən. Mən futbolçu olmaq istəyirəm, mən basketbolçu olmaq istəyirəm də. Yəni çünki ağlında ancaq odur. Burada bu problem də var. Məsələn, Avropada, Qərbdə məktəb olur 12 illik, 13 illik. Hətta məktəbi qurtarırlar, heç kim heç yerə girmir. Oturur sakitcə, daş həyatına davam edir. Çünki hələ özünü dərk eləməyib. Çünki orada məcburiyyət yoxdur instituta girmək. Bizdə mənəvi psixoloji məcburiyyət var. İntihar eləyənlər var. Sən instituta girməlisən. Cəmaət nə deyər? Əskərlik problemi var. Düzdür? Yəni avtomatik olaraq səhv ixtisas seçimləri burada baş verir. Və yenə deyirəm, mənim kimi mütəxəssislər, mən özüm niyə mən məsləhət vermirəm? Çünki valideyn o uşağı məndən daha çox tanıyır da, düzdür? Mən 1 saat ərzində, 2 saat ərzində, hansısa test ərzində uşağın bütün həyatını, bütün hobbilərini, bütün psixoloji söhbətlərini, nə bilim, atasıyla harası gedir uşaq orada maşının altına girdi, baxdı, yoxsa yox. Yəni maraq göstərdi ki, fizikaya. Mən bunu bilmirəm axı. Hə, test verim. Sən riyaziyyatı daha çox sevirsən, yoxsa biologiyanı? Riyaziyyat müəllimi sinifə girəndə sən sevinirsən, yoxsa qaçmaq istəyirsən, yoxsa xəstə kimi, imtahan olanda biologiyadan sən yalandan özünü xəstəliyə vurursanmı? Mən sualları görmüşəm. Ruslar ona proforientasiya deyirlər. Bu çox populyar bir şeydir, amma mən ona inanmıram. Bu mənim üçün bürclər kimidir, proforientasiya. Çünki mən fikirləşirəm ki, bu qərar uşaq tərəfindən valideynin köməyi ilə verilməlidir. Hə, mən nə deyə bilərəm? Mən mütəxəssis olaraq deyə bilərəm ki, qardaş, sən Azərbaycanda universitetə girmək istəyirsənsə, buradan bir mütəxəssis olmaq istəyirsənsə, maşın qayırmanı öyrənmə. Yəni burada o qədər zavod və s. yoxdur. Get neft ixtisasına. Bizdə çoxlu neft var, orada çoxlu peşə var. Deyə bilərəm ki, get Dubayda oxu. Get Rusiyada oxu. Avropada neft, qaz yoxdur. Get bu tipli ölkələrdə oxu ki, o ixtisas. Mən texniki məlumat verə bilərəm ki, sən bu ixtisas üzrə bu ixtisası harda tətbiq eləyə bilərsən? Okay? Heç o mənim deməyimə də ehtiyac yoxdur. Yəni biraz siyasətlə, biraz dünya görüşü olan adamlar da bunu gözəl bilirlər. Və yaxud ki, mən deyə bilərəm ki, ən top universitet bu ixtisas üzrə Massachusettsdadır, Amerikada və yaxud da ki, Humboldt Universiteti Berlində və yaxud da ki, ən gözəl tibb universiteti Şaritədir Berlində. Yəni belə texniki məsləhətlər verə bilərəm. Yəni məndən psixoloq, valideyn gözləntisi olması düzgün deyil, mən düşünürəm. Başa düşürəm, hamıya çox rahatdır. Gəlsin, İsmail mütəxəssis onun üçün seçsin, sənədlərini yığsın, göndərsin. Mən bu məsuliyyəti vicdan azabı çəkərəm. Əgər mən belə götürüb cəmaətin yerinə ixtisas seçimdə seçə bilmirsə, mən deyərdim ki, getmə, gözlə. O qədər olub ki,
Gəliblər mənə valideyn deyir ki, mən deyirəm ki, indi Almaniya qəbul şərtlərinin arasında yollardan biri odur ki, sən Azərbaycanda oxuyub sonra getməlisən də. Mənə deyir ki, bəs oyda dil imtahanı çətindir. O necə keç? Deyirəm, ha balası, uşağın dil imtahanı verə bilməyəcəksə, onun Almaniyada nə az zar edib. Yəni burada 2 ilə hazırlaşıb 500-600 bal toplaya bilmirsə, sən ona niyə ora göndərirsən? 300-400 bal verə toplayıb bir dəqiqə onsuz da girə bilirlər rahat. Hə də, yəni niyə bunu yorursan da? Düz. Belə bir tələb yoxdur 500-600 bal. Yəni mən şərti deyirəm. Burada girə bilmirsə, hə, istəmirsə o başqa söhbət. Hətta o qədər olub ki, mən demişəm ki, göndərmə uşağı. Göndərmə. Yox, axırda dirəşsək göndər. Mənə nəfər görür. Mən borcumdur sözümü demək. İnformasiya düzgün vermək. O yenə desə ki, bəli, mən buna rəğmən pul ödəyib göndər, okey, göndərəcəm, problem yoxdur. Yəni pul ver, mən niyə qaçıram ki bundan? Razıyam. Xüsusilə bu məktəbi bitirəndən sonra uşaqların məncə 100% bir neçə dönəmi olmalı. Yəni mənim ağlımdakı ideal sistem budur ki, konkret olaraq 18 yaşında və ya 17 yaşında uşaq universitetə girməməlidir, getməməlidir ümumiyyətlə. Hətta 1-2-3 il vaxt ver uşağa, getsin, işləsin. Harda işləsin? Ürəyi harda istəyir işləsin. Mümkün qədər çox yerdə işləsin. Nə bilim, maşın ustasının yanında getsin, işləsin. Bərbərin yanında getsin, işləsin. Görsün onların nə əziyyəti çəkdiyini, nə yaşadığını. Bəlkə həqiqətən bərbər olacaq uşaq, bomba bərbər olacaq. Və ya istəmirsə, artıq o 2-3 il müddətində bizdə də belə bir söz var, işi işdə öyrənərlər deyə. Hə, qoy işi işdə öyrənsin, xoşu gəlməyəndə də başqa nə iş istədiyini zaten uşaq yavaş-yavaş tapacaq. Ondan sonra özü gəlib deməlidir ki, mən bu ixtisas üzrə oxumaq istəyirəm. Məsələn, mən kaş həqiqətən imkanım olardı da indi yox da, məsələn, indi 27 yaşım var. Kaş 23-24 yaşıma kimi çöplədərdim. Ya işləyərdim boş-boş orada burada. 23-24 yaşımdan sonra universitet oxumaq imkanım olardı. Amma indi çətindir axı, valideyn də dəstək olmur. Deyir, mən bir dəfə oxutmuşam, sən indi niyə oxudum? Deyir təbii ki. Kaş o haqqımı yəni saxlayıb indi istifadə edə bilərdim. Deyirsən, get işlə. Getsin bərbərin yanında işləsin də və yaxud da ki, maşın ustasının yanında işləsin. Yəni ehtimal da var ki, axı ki, uşaq avara yolla düşə bilər. Yəni adam heç yerə getmir, o tutaq ki. Qutardı. Əsgərlik qayda qanununda yoxdur, tutaq ki. Necə bu uşaq? Universitet olmasa təzə dostlarla tanış olur, sosial həyatdır. Bu günə kimi məktəbə bəzən hələ də aparıb gətirirlərsə, universitet özü metro ilə gedir, biraz daha gec gəlir evə. Onun da müsbət tərəfləri var, amma təhsil olaraq baxmasınlar da onda. Təhsil deyil də bu. Sosial olaraq da. Və bu 4 ildir. Mühasibatlıq 4 il keçirilir. Almaniyada bu peşə məktəbində 2 ilə 1 ilə qurtarılır. Nəinki Almaniyada indi get bu adamı kursa yazdır, onu öyrənəcək. Heç söhbət olmaz. Marketinq gedirlər məsələn 4 il oxuyurlar. Halbuki Azərbaycanda belə, yəni 3 aya bomba kimi marketinq öyrədən kurslar var da, yəni. Kurslar öyrənirsən, sonra getsən 1 il praktik edirsən, qonşunun onun bu səhifəsini idarə edirsən, yavaş-yavaş öyrənirsən. Yəni bu başqa mövzudur, buna toxunmayaq. Xaricə təhsil almağa tələbə göndərmək istəyən insanlara nə tövsiyə edirsən? Bəlkə bizi izləyən 20, 21, 22 yaşında adam var, universitet tələbəsidir. O da sənin kimi istəyir ki, gələcəkdə insanlara kömək eləsin, konsultant kimi işləsin və tələbə göndərsin. Onlara nə demək istəyirsən? Niyə bu işi seçsinlər və necə bacarıqları olan insanlar bu işdə işləməlidir səncə? Vicdanlı insanlar olmalıdır. Bacarığı qoyaq bir qırağa. Özün dedin ki, insanlara kömək eləmək istəyir. Niyə insanlara kömək eləmək istəyir? Bu çox təbii bir haldır. Normal adam, tərbiyəsi, vicdanı, insafı olan adam insanlara kömək eləmək istəyər. Çünki bu savab falan, dini falan qoyaq qırağa. Çünki sən kiməsə kömək eləyəndə pullu, pulsuz fərqi yoxdur da. Və o ondan faydalananda, nəticə alanda, xoşbəxtlik levelına gəlib çatanda və sən 1 il sonra, 2 il sonra doğrudan da onun köməyi, sənin köməyin hesabında o adamın uğurla getdiyini görəndə sən o qədər xoşbəxt olursan. Bu sənə geri qayıdır. Bu hisslər, bu enerji sənə qayıdır. Mən əksər tələbələrimi izləyirəm də Instagramda, dostluğumda var. Bu günə kimi dostluq eləyirik. Mən onların həyatını izləyirəm, görürəm ki, onlar xoşbəxtlər. LinkedIn-də görürəm ki, işə düzəldilər, böyük şirkətlərdə işləyənlər var. Mercedes-də, BMW-də işləyən tələbələrim var, Allianz-da işləyən tələbələrim var. Yəni hansılar ki, qutarıb orada işləyirlər. Bəziləri mənə yazır ki, şeydir də, bəs minnətdarlıq yazırlar ki, sizin sayənizdə. Deyirəm ki, yox da, yəni mən müəyyən bir etapınızda var idim də, ancaq mənim sayəmdə deyil bu. Amma yenə də bu çox böyük xoşbəxtlik hissi verir. Yəni tələbə qəbul olanda, biz onu dəvət eləyəndə, təbrik eləyəndə, o sevinəndə, ağlayanda, yəni bu hisslər çox ləzzətli hisslərdir. Yəni mən çox xoşbəxtəm ki, mən bu işdə işləyirəm və işimdən puldan əlavə
zövq alıram. Son olaraq tələbələrə və valideynlərə nə demək istəyirsən? Yəni xaricdə təhsilə getmək üçün hazırlaşan tələbələr neynəsinlər? 10-cu sinifdə, 9-cu sinifdə 2 il sonra gedəcək. Necə indidən başlasınlar hazırlığa? Hardan başlasınlar hazırlaşmağa bu ikinci sualdır. Birinci sual niyə mən xaricə gedirəm? Niyə mən oxumağa gedirəm? Bu sualı versin. Mən nə əldə etmək istəyirəm? Mən nə axtarıram? Bu suala cavab tapandan sonra daha gedəcək yol daha bəlli olacaq. Gələrlər yanıma, mən deyərəm ki, bunu istəyirsənsə mən sənə deyərəm. Niyə gedirsən? Köçmək istəyirsən? Yəni tələbəlik həyatı görmək istəyirsən? Valideynlərindən ayrı yaşamaq istəyirsən? Yəni səbəb çoxdur da. Səbəb çoxdur və o sualın cavabını tap və ona uyğun istiqamət seç. Çünki mən gedim başlayım IELTS-a, SAT-ə hazırlaşmağa, sonra alım, sonra baxaram mən nə edəcəm? Hara gedəcəm? Dostum hara gedəcəksə mən də ora gedəcəm. Elə söhbət var. Çünki sən gedəcəksən, istədiyə nail olmayacaqsan. Mən ona görə həmişə konsultasiya zamanı soruşuram ki, qardaş, niyə gedirsiniz, hara gedirsiniz, nə istəyirsiniz əldə etməyi? Elə adamlar var ki, deyir ki, təhsil bir bəhanədir. Mən köçmək istəyirəm. Oxumayacağam mən. Okey, bu da bir səbəbdir. Yəni özünə yalan danışma da. Mənə də yalan danışma. Mən görə nə edəcəm səni? Mən bilim ki, sənə uyğun təklif verim, uyğun məsləhət verim. Dəlşə oje sən demişkən, ola bilər ki, demə lazım. Ola bilər ki, fikrindən yayındın. Sən demə, sənin bir səbəbin yoxdur xaricə gedib oxumağa. Sən atavın burada qəşəng biznesi var. Ged onun yanında işlə, dəlisən sən. Kimə qalacaq? Onu sən öyrənməlisən də. Okey, get, nə bilim, gəz, elə kurslara falan git. Daha gedib 4 il, 3 il, nə bilim, ömrünü orada çürdüb. Burada da biznes batır, papa da qocalır. Yəni bunu öyrənməlisən. Zarafat eləmirəm. Bu Azərbaycan biznesmeninə aid da deyil ha. Dünyada Amerikadakı olan biznesmen də öz oğluna öyrədir. Trump da indi öz oğluna öyrədir bunu. Kimə öyrədir ki? Bu təbii haldır axı. Qohumbazlıq deyəndə bunu nəzərdə tutulur. Pis mənada yox, yaxşı mənada. Tapşırıq sözü pis. Biz öyrəşmişik ki, bu pisdir. Düzdür. Referans olaraq referansdır. Dünyada istifadə olunan şeydir. Yəni niyə mən bunu deməyim axı? Niyə gizlədim ki, yox. Mən referans vermirəm. Bu tapşırıqdır. Dəlisən sən. Fikrini bildir. İsmail, çox sual gəldi evə görə. Çox maraqlı oldu mənə. Mən çox şey öyrəndim. Məncə izləyicilər də çox şey öyrənmişdir və ağıllarında bir sual varsa, yenə də varsa mənə də yaza bilərsiniz. Açıqlama bölməsindən İsmailin profillərini qoymuşam. Oradan da özünə də yaza bilərsiniz, cavab verə bilər. Çox sağ ol Emin, çox sağ ol. Belə açıq suallar verdiyinə görə ürəyim doludur əslində. Təbii ki, heç vaxt 30 dəqiqəyə sığacaq bir şey deyil. Çox sağ ol. Ümid edirəm ki, hamı öz suallarına düzgün cavab tapacaqlar və düzgün addımlar atacaqlar. Mən də ümid edirəm. Kanala abunə olmağı, videonu bəyənməyi və suallarınız varsa rəylərdə yazmağı unutmayın. Əgər video yaxşı izlənsə və insanlar tərəfindən bəyənilsə, İsmail bəy yenə çağırmağı çox istəyərəm. Belə. Sağ ol. Yarı cahil davam edəcək.